Görə Avstraliyaya gələnlər bu heyvanı görüb yerli adamlardan onun adını soruşublar. Yerli adamlar kenguru, yəni mən sizi başa düşmürəm deyə cavab veriblər. Gələnlər elə biliblər ki, bu söz heyvanın adıdır. Elə o vaxtdan bu heyvan kenguru adlanıb. Ot yeyən heyvan çox qəribədir. Onun dal ayaqları qabaq ayaqlarından bir neçə dəfə uzundur. Buna görə də başqa heyvanlardan fərqli olaraq gəzə bilmir, lakin o çox sürətlə sıçrayışlarla hərəkət edir. Bu heyvanların bir-biri ilə ünsiyyəti də qəribədir. Burada da onların köməyinə dal ayaqları gəlir. Dal ayaqlarını yerə döyərək səs çıxarır və başqa kengurulara işarət edir. Yalnız ot yeyəndə qabaq ayaqlarını yerə qoyur. Balası anası ilə yanaşı oturubsa, adi bir xışıltıdan səsdən qorxub cəld başı üstə anasının kisəsinə girir. Sonra kisədən başını çıxarıb ətrafa baxır. Balası anadan kör, aciz və çox kiçik doğulur. 2 metr yarım uzunluğunda olan nəhəng kürən kenguru uzunluğu 3 sm olan bala doğur. O dal ayaqları ilə vuruşur, arxa pəncəsində cəmi 4 barmağı var. Onun caynaqları xüsusilə ən uzun 4-cü barmağındakı caynağı bıçaq kimidir. Çox vaxt özünü qaçaraq müdafiə edir. İndi məndən bu dəfə uyğunsuzluğu, yəni yanlış olanı, uyğun gəlməyəni istəyir ki, onu tapam. Getdik. Doğrudur, ehtimal edilə bilər, yanlışdır. Aha. Getdik. Kengurular ot və ət yeyən heyvanlardır. Bəli, bizə mətndə deyir ki, gəlin həmin hissəyə baxaq. Bu ot yeyən heyvanlar mətndə bizə bildirir ki, bu ot yeyən heyvanlar çox qəribədir və başqa bir yerdə də ət yediyi haqqda bir məlumat vermirsə, demək ki, bizim kengurumuz sadəcə ot yeyən heyvandır. Bu da mənim mətnimə əsasən uyğunsuzdur. Ot yeyir, amma ət yemir. Elə bu səbəbdən bir uyğunsuzdur və mən onu götürürəm. Doğru da yanlış verilib. Onların balası hələ yenicə olduğu vaxtdan çəkingən olur. Bəli, deyir ki, tez qorxur, anasının kisəsinə daxil olur. Deməli, bu doğrudur və mən uyğunsuz kimi götürmürəm. Hansısa anlaşmazlıq səbəbindən adları kenguru olub? Bəli, bu ehtimala görə orada bizə deyir, axı soruşur və yerli əhali də başa düşmürəm mənada deyir və bu səbəbdən belə olur. Və mən həmin hissiyə ehtimal edirəm ki, anlaşmazlıq səbəbindən belə olub. Bu doğrudur, ona görə uyğunsuz deyil deyə götürmürəm. Dal ayaqlarını yerə döyərək digər kengurulara dalaşmaq üçün siqnal ötürür. Bu zaman onlar dalaşmaq üçünmü siqnal ötürür, yoxsa başqa hər hansısa səbəbdən də ayaqlarını yerə döyə bilir? Bax, burada onların köməyinə ünsiyyət quran zaman dal ayaqları gərdə ayaqlarını yerə döyərək səs çıxarır və başqa kenguruları işarə edir. Bax, burada sadəcə bir-biri ilə ünsiyyətdən danışır. Qaba ayaqlarını yerə qoyur və bu zaman ot yeyəndə qoyur. Sonra balası haqqda danışır. Bəli, burada daha demir ki, o dal ayaqlarını yerə döyərək dava üçün çağırır. Belə bir məlumat vermir. Deməli, bu yanlışdır. Dalaşmaq üçün dal ayaqlarını döymür. Yanlışdır və bu səbəbdən uyğunsuzdur deyə götürəcəm. İndi yanlışa baxıram. Çox uzun bir kenguru çox balaca bir bala dünyaya gətirir. Elə bu doğrudur. Özlərinin nə qədər uzun olmağına rəğmən balalarının çox balaca olduğunu mətndə deyir və bu doğru olduğuna görə, yanlış da verildiyinə görə bu uyğunsuzdur mənim mətnimə görə. Mənə uyğun olan lazımdır. Yəni uyğunsuzu götürürəmsə, yanlışdan yanlış artıq doğru olur, yanlışda doğru uyğunsuz olur. Bu doğru olduğuna görə, yanlışda verildiyinə görə uyğunsuzdur. Adı ilə bağlı rəvayət Avstriyada baş verib. Gəlin görək, adı ilə bağlı rəvayət Avstriyadan baş verir, yoxsa Avstraliyadan baş verib? Bu sözlərin önəmi böyükdür. Bax, Avstraliyada baş verib həmin rəvayət. Avstriyada yox. Deməli, bu yanlışdır və bu yanlışda verildiyinə görə bu doğrudur. Mənə uyğunsuz lazım idi deyə 1, 4, 5 mənim cavabım olur. Cavab olur A variantı. Keçirik digər mətnə.